Salam bala. Bu məktubu oxuyursansa, deməli mən artıq bu dünyadan köçmüşəm. Bugün sabah sən də ailə başçısı olacaqsan. Ona görə sənə bir hədiyyəm var. Giz-giz işlərlə məşğul olma. Xəritədəki yerə get və babalardan qalan hədiyyəni götür. Zərfin içində bir üzük var. O sənə lazımi qapıları açacaq. Bir də ki bala, bloger izad sənət deyil. Gör özünə pul balası kimi iş tap. Mən də deyirəm burada nə var Elə bura gəlməyimin yol xərci bu dəftərdəkindən çoxdur. Amma üzüyü mən zəhər etmək olar.